Hörmətli izləyicilər, Ağdam rayonundan kanalımıza bir məktub daxil olub, həmin o məktubu diqqətinizə çatdırırıq. Rayonumuzun səhiyyə sistemində yeni təyinat. Rayonumuzun səhiyyə sahəsində mühüm yenilik baş vermişdir. 14 may 2025-ci tarixdən etibarən rayonumuzun mərkəzi xəstəxanasına yeni baş həkim təyin olunub. Yeni baş həkim Əbdülqadir Günel Nizami qızı əslən Ağdam rayonundandır. Ziyali ailəsində böyüyən Günel xanım həm dövlət, həm də özəl tibb müəssisələrində zəngin iş təcrübəsinə malikdir. O, Azərbaycan Tibb Universitetinin məzunudur və ixtisasca pediatr-neonatoloqdur. Tibb sahəsindəki peşəkarlığı və uzun illər ərzində qazandığı təcrübə onun bu vəzifəyə təyinatında mühüm rol oynamışdır. Hal-hazırda o rayonumuzun mərkəzi xəstəxanasında təbibin təyinatı əsasında fəaliyyətə başlamışdır. Ağdam rayon mərkəzi xəstəxanasının publik hüquqi şəxsinin direktoru əməkdar həkim Kamil Həsənov baş həkimi direktorun tibb işləri üzrə müavinini xəstəxana kollektivinə təqdim edərək açılış nitqi söyləmişdir. Təqdimat zamanı xəstəxananın həkim və inzibati heyəti yeni baş həkimə xoş təəssüratlarını bölüşmüş, onu təbrik edərək yeni fəaliyyətinə uğurlar arzulamışdır. Günel xanım 2 qız övladının anasıdır. Ümid edir ki, yeni baş həkimin təyinatı rayonumuzun səhiyyə xidmətlərinin daha da inkişaf etməsinə, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Ona bu məsuliyyətli və şərəfli fəaliyyətinə uğurlar arzu edirik deyə Ağdamdan bir qrup sakin bildirir. Biz də onlara adı çəkilən həkimə uğurlar arzulayırıq. Arzu edirik ki, həmişə xoş soruqları gəlsin. Yəqin ki, digər həkimlər kimi o da öz fəaliyyətində uğurlu addımlar atmağa nail olacaq. Sağ olun, sağlıqla qalın.